Bəli, biz linear hərəkət salamlayırıq. Qismət olsa düz xəttli bərabər təcili hərəkətdə testlərin izahına baxacağıq. Sonra da birinci fəslin testləri yenə davam edəcək. Diqqətli olsan Tunar, görərsən ki, bizi hərəkət tənliyi verib, düzdürmü? Və biz sənin dəftərə yazdırmışdıq ki, biz əgər hərəkət tənliyindən bir dəfə törəmə alsaq, nəyin tənliyini alırıq? Sürətin. 2 dəfə törəmə alsaq, təcilin tənliyini alırıq, düzdürmü? Çünki biz demişdik, yer dəyişmənin birinci tərtib törəməsi sürətdir, ikinci tərtib törəməsi təcildir. İndi bizdən nəyi soruşur? Sürəti. Deməli, mən bundan bir dəfə nə almalıyam? Törəmə almalıyam. Törəmə alanda da bundan t-yə nəzərən törəmə alıram. Onda 2 hara gəlib düşür? Qabağa olur nə? 4d çıxılsın 8. Düzdürmü? Bəli. Ona da bir sıfıra bərabər eləyirəm ki, mən baxım ki, t-nin qiyməti nədir? Və buradan tapıram ki, t bərabərdir 2-dir. Və bizdə V-nin necə idi düsturu? Yadındadır sənin. V bərabər idi nəyə? V0 üstə gəlinsin AT. Və mən buradan gördüm ki, V0-ın qiyməti nədir? -8. Düzdürmü? T-nin qiyməti nədir? 2-dir. İndi V0-ın -8 qiymətinə baxıram. Harda -8 qiyməti alır? Bu getdi, bu getdi. A ilə D-də alır, düzdürmü? Amma məndə T-nin qiyməti bax bu sıfıra bərabər olduğu nöqtədə, yəni V-nin sıfır olduğu nöqtədə neçə eləməlidir? 2 eləməlidir. Yəni 2 nöqtəsindən gəlib keçməlidir. 2 nöqtəsindən bu keçirmi? Yox, keçmir. Deməli doğru cavab A variantıdır. 100% başa düşdünmü Tunar? Bəli. Yaxşı. 63-dən sonra demisən 142. Bəli, 142 var. Onda çevirək 142-yə görə 142-ni necə eləyəcəyik? %142. Yaxşı, 142. Mən burada olanları siləcəm əvvəlcə. İndi gəl görək 142-ci sual bizə nə deyir? Deyir ki, x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cisimlər arasındakı məsafə ilə bağlı məndən bir sual soruşur. İndi fikir ver. Bax, tutaq ki, V bu ikinci cisimdir. Bu da birinci cisimdir, düzdürmü? İndi gəl, bunları müqayisə eləyək. Hansının sürəti daha böyükdür, Tunar? Başlanğıc sürəti. 2-nin müəllim. Bəli, 2-nin başlanğıc sürəti daha böyükdür. Gəl özümüzdən biz buna belə deyək. Tutaq ki, bu olsun 5, bu olsun 3. Başa salmaq üçün deyirəm ha. İndi fikir versən görərsən ki, mən zaman keçdikcə, bura yaxınlaşdıqca bunların arasındakı məsafə nə etməyə başlayacaq? Məsafə və azalmağa başlaya bilər, amma məsafə nə etməyə başlayacaq aradakı? Artmağa başlayacaq. Belə düşün də. Belə düşün, 2 dənə velosiped var, biri 3 ilə gedir, ikinci 5 ilə gedir. Onda və bu da get-gedə sürəti azalır. Əvvəl 5 idi sürəti, asta-asta artdı, azaldı, oldu 4, sonra azaldı, oldu 3 və s. və s. Və burada da sürət 3 olaraq qalır. Amma bunun sürəti 3 olaraq qalır, amma bax, əvvəl 5 ilə getmiş, sonra 4 ilə getmişdi, sonra gəldi düşdü 3-ə. Ona görə bu gəlib 3 sürətinə çatanda bunların arasındakı məsafə nəyə gəlib çıxacaq? Maksimuma gəlib çıxacaq, düzdürmü? Bildin niyə maksimuma gəlib çıxır? Ona görə gəlib çıxır ki, bunun sürəti artmır, eyni sürətlə hərəkət edir. Amma bunun sürəti əvvəl böyük idi, eyni vaxtda başlayıblar. Sonra biraz balacalaşdı, sonra da gəldi, eyni sürətə gəldi. Eyni sürətə gələnə qədər bunların arasındakı məsafə maksimaldır. Amma get-gedə nə etməyə başlayır məsafə? Bax, bu t0 anına qədər artmağa başlayır. Ona görə mən doğru cavabı D götürməliyəm. Niyə mən Y götürə bilmərəm? Deyir ki, t0 anına qədər artır, düz deyir. Amma sonra deyir dəyişmir, səhv deyir. Çünki yenə də V nə etməyə başlayır, V2 nə etməyə davam edir, azalmağa davam edir. Amma bir olduğu kimi var. Olduğu kimi qalmağa davam edir. Yəni əvvəl V qabaqdaydısa, get-gedə zaman getdikcə nə qabağa çıxmış olacaq? Bu birisi V1 qabağa keçmiş olacaq, düzdürmü? Və V qalacaq, V2 qalacaq arxada. Çünki onun sürəti azalmağa davam elədi, amma ki V1 öz sürətində qaldı. Ona görə dala düşməyə başlayacaq. Ona görə mən dəyişməz desəm düz olar.
Olmaz. Deyil. Ona görə mən yalnız hansı variantı götürə bilərəm? D variantını götürə bilərəm. Başa düşdün? Bəli. Sonra 42-dən sonra demisən 146. Baxıram indi 146-cı suala, görüm 146-cı sual bizə nə deyir? Bunları da bir dənə silək buradan. Tunar. Bəli. Diqqətli olsan görərsən ki, burada sual nədən danışır? Deyir ki, X oxu boyunca düz xəttlə hərəkət edən iki maddi nöqtənin sürətlərinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Bu məsələn birinci obyektin sürətinin zamandan asılılıq qrafikidir. Bu da tutaq ki, ikincinin zamandan asılılıq grafikidir. Və bizdən soruşur ki, hansı zaman anında maddi nöqtələr görüşəcəklər? Yəni eyni qədər yol gedəcəklər. Yəni eyni qədər yol gedəndə zaten bunlar nə etmiş olurlar? Görüşmüş olurlar. Əslində bunların getdiyi eyni yol alınan fiqurun sahəsinə bərabərdir. İndi yaxşı, bizim burada alınan düzbucaqlığımızın sahəsi, düzbucaqlığımızın sahəsi nəyə bərabərdir? Onun katetləri hasilinin yarısına. Onun katetlərindən biri sürətdir. Sürət neçəyə bərabərdir görürəm ki? 4-ə. Katetlərdən o biri nədir? Zamandır. Zaman da 4-ə bərabərdir. Deməli 4-ü 4-ə vurdum, 2-yə böldüm və aldım ki 8 və doğrudan da onlar 8 saniyə sonra görəcəksən ki, görüşəcəklər. İnanmırsan, S hesablayıb görə bilərsən. Burada necə hərəkətdir? Bu necə hərəkətdir? Bərabər sürətli hərəkətdir, düzdürmü? 8 saniyə onda nə qədər yol gedər? 32 metrdə. Çünki bərabər sürətli hərəkətdə bərabərdir. S bərabərdir VT-yə. Ona görə 32 metr burada yol getdi. Düzdürmü? Bəs bu necə hərəkətdir? Bərabər neyiniyən? Yeyinləşən, bəli, bərabər artan təcil hərəkətdir. Təcil bəlli, V0 bəlli, V0 neçədir? 0-dır. V-nin son qiyməti bəlli və s. hesablayıb özün görəcəksən ki, doğrudan da 8 saniyə sonra bunlar görüşərlər. Elə 8-ci saniyədəki bunun sürəti də 8-dir. Asanlıqla hesablaya bilərsən. Görəcəksən ki, orada da eyni məsələ olacaq. İnanmırsan hesablayaq. Yoxsa hesablamayaq? İnanırsan. Amma evdə bir hesabla. Bilirsən, nasıl üstün hesablayacaqsan? Təcilli hərəkətdə necə idi? S bərabərdir. V0T üstə gəlsin AT kvadratı bölü 2. Orada da V0 0-dır deyə o gedəcək, qalacaq AT kvadratı bölü 2. Başa düşdün? Anını tapmağı bilirsən. V çıx V0 bölü 2. Sonra sualın 154 idi. 154-ə baxırıq. Hələ ki tam başa düşürsən? Bəli, bəli. Əla. Amma sən hər dəfə dediyim kimi, sən onu mənə bir de ki, bizim burada problemimiz olmaz. Nəysə. Bax, deyir ki, sürəti filan şəkildə olan verilmiş, bir dəqiqə, sən 154 demişdin, elə budur. Şəkildə ifadə edilmiş və düz xətt üzrə hərəkət edən cismin müşahidəyə başlayan andan 10 saniyə ərzində 350 metr yol getdiyi bizə bəllidir. Düzdürmü? Bəli. Cismin başlanğıc sürətinin qiymətini tapın. Bax, mənə sanki hansı düstur verilib? Bayaq dediyim düstur var idi. S bərabərdir nəyə? V0T üstə gəlinsin AT kvadratı bölü 2. Niyə mən bu düsturu istifadə elədim? Çünki mənə nə verilibdir? Yol verilibdir. Nə qədər? 350 metr. Onda mən S-in yenə nə qoyacağam? 350 yazacağım ki 350 bərabərdir. V0 məndə bəlli deyil. Zaten məndən nə istəyir? Başlanğıc sürəti istəyir. Elə V0 saxlayacağam V0. Düzdürmü? İndi bu düsturda necə idi? V0 səgəl AT-dir deyə. Deməli bizim A-mız neçədir burada? 4-dür. A-nın 4 olduğunu bilirəm. Yerinə qoyacağım. Olacaq belə. 4 vurulsun. T-nin kvadratı. T-miz neçədir? 10 saniyədir. Onun da kvadratı elədir 100. Onu da bölərəm 2-yə. Düzdürmü? Bunlar ixtisar gedər. Qalar burada neçə? 50. 50-ni də 4-ə vursam eləyər 200. Onda 150-dir, 150. bəli. İndi burada V0T-dir də. V0 deyil axı. V0T T-mizin qiyməti də neçədir? 10-dur. Deməli 150 bərabərdir. V0 bölünsün, vurulsun 10-a. V də oradan olmuş olacaq. V0 da olmuş olacaq 15. Başa düşdün niyə belə oldu? Başa düşdüm mən. Həbsə, əla. Bir dənə də deyim. Burada uşaqlar, videonu izləyənlər üçün deyirəm.
Fikir verdisə S-də V0T-dir. Ona görə bir dənə də burada vur T var. T-nin qiyməti də 10-dur. Yəni V0 vurulsun 10. Mən tapdım ki, ümumiyyətlə bu dəyişən bu 200-dürsə, bu da 350 eləyirsə, 150-yə bərabər olmalıdır. V0 vurulsun 10 da 150-dirsə, deməli V0-ın qiyməti 15-dir. 154-dən sonra 160 demisən, Tunar. Bundan əvvəlkilər asan idi yəqin ki, ona görə soruşmursan. Düzdür? Yoxsa yazanmamısan? Rahat idi. Hə. Hə, şükür. Bax, Tunar, özü vallatmaq çox pis şeydir ha. Mən sənə deyim. Yox, valla mənim. Hə. Nəysə, deyir ki, düz xətli bərabər təcilli hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Cismin ilk 3 saniyə müddətində neçə metr yol getdiyini tapın. Bax, fikir versənsə, bu sürət necə hərəkətdir? Bərabər təcilli hərəkətdir. Deməli, mən bərabər təcilli hərəkətdə nəyi nəzərə almalıyam, Tunar? Düsturu nəzərə almalıyam, düzdürmü? Bizim düsturumuz necə idi yenə? Eyni düstur. S bərabərdir nəyə? V0T. Bəli, V0T ən çox istifadə olunan düstur budur. Üstə gəlsin AT kvadratı bölünsün 2 şəklində idi bizim düsturumuz. İndi bizdən də zaten S istəyir. Ona görə də yazacağam ki, bu bərabərdir. İndi gəl bizim T-mizə baxaq. T-miz başlanğıc anında nə qədərdir? 0-dır, bu heç. Amma bizə neçə saniyə ərzində deyir? 3 saniyəsi. Bəli, ilk 3 saniyə ərzində deyir. Əgər ilk 3 saniyə ərzində deyirsə, o zaman mən nə etməliyəm, Tunar? T-yə neçə verəcəm? T-yə 3 verəcəm, düzdürmü? Bəli. Ay sağ ol. Səsim gəlməli. Yox, eşidirəm, bəli. T-yə verəcəm 3. V0 neçədir, Tunar? V0 baxın. V-imizə verib 12. V0. V0 12. Tunar, V0. V0 başlanğıc sürət deməkdir. Neçə sürətlə başlayıb hərəkətə? V0 hə, V0 6-dır. 6 ilə başlayıb, düzdürmü? Bəli. İndi fikir ver. 6 vurulsun 3-ü hələ ki tapdıq. 6 vur 3. İndi biz nəyə diqqət eləməliyik? Bir dəqiqə. Aha. İndi nəyə diqqət eləməliyik? V0 vurulsun T, üstə gəlsin AT kvadratı böl 2. Bizim A-mız nədir, Tunar? Təcilimiz. Bəli. Nə qədərdir səncə bizim təcilimiz? Valla bilmədim mən. Təcil necə tapıram? Təcili baxıram, əslində burada necə tapa biləcəyimi bilmirəm. Yəni burada heç bir şey bilmirəm. Necə idi düstur? V çıxılsın nəyə? V çıxılsın V0 bölsün deyə. Ay sağ ol. V-miz neçədir? 12. V0-ımız neçədir? 6. 12-dən 6 çıxsam. 2. 6 böldüm 3-ə 2. Bəli. A oldu 2. Razısan? Bəli. Hə. Zaten görürsən 2 artır da. Deməli düz deyirik. A doğrudan da 2-dir. Deməli, üstə gəl nə? AT kvadratı böl 2. Yəni 2 vurulsun 9 bölünsün 2. Bu da neçə elədi? 9. Bu neçə eləyir? 18. Cavab elədi? 27. 27. Başa düşdün? Əlavə. Все. Bax, təcili tapmağı qəti unutmursan. Təcilin üstü necə oldu? V çıx V0 böl T. Niyə mən V0-ı 6 götürdüm? V-ni götürdüm 12. Çünki 3 saniyə hərəkət edib, düzdürmü? 3-cü saniyədəki sürət 12-dir. Deməli, bu V-dir. Başlanğıc sürətdə 0-cı saniyədədir. Yəni, neçə ilə başlayıb hərəkət eləmək? 6 ilə. Videonun gedib gəlməyə xoşuma gəlmir. Yaxşı. 160-ı da ümidvaram ki, başa düşdün. İndi bir də demisən 164. Ya bu gördüm ben. İndicə 164 izah edeyim. 164 qəşəng sualdır, maraqlı sualdır. Mənim bu sualın həqiqətən xoşum gəldi. Çünki məntiqli sual idi. Düşünməyə dəyər, düsturla deyil. Biraz məntiq işlətmək lazımdır. Düsturla deyil, amma həm də məntiqlidir. Niyə? Bax, fikir verirsənsə, mənim burada nəyim verilibdir?
Təcilin verilibdir. Təcilin neçədir? Təcilimiz 250. 2-dir. Düzdürmü? Burada təcil neçəyə gəlib qalxıb? 4. Bəli. Təcilimiz əvvəl 2 idi. Sonra gəlib bizim təcilimiz qalxıb 4-ə. Və bizdən görə nə istəyir? Başlanğıc sürəti ilə ilk soğu üzrə hərəkət edən cismin təcilinin proyeksiya zamanı asılılıq qrafiki verilmişdir. Onun ilk 3 saniyə müddətində getdiyi yolu müəyyən edin. Deməli, Tunar, bax mənim burada getdiyim yolu başqa bir yol kimi tapacağam. Burada getdiyim yolu başqa bir yol kimi tapacağam. Sonra bunları nə edəcəm bir-birindən? Toplayacağam. Niyə? Çünki burada sürət başqadır, təcil başqadır. Burada da təcil də başqadır, sürət də başqadır. Ona görə sanki buna iki ayrı məsələ kimi baxıb onların nəyini tapacağam? Cəmini tapacağam. İndi deyir başlanğıc anda V0 nə qədərdir? 2-dir. Bizim düsturumuzu xatırladıram sənə. S bərabərdir V0T üstə gəl AT kvadratı böl 2. Düzdürmü? İndi gəl burada yerinə qoyaq. V0'ımız nə qədərdir? 2. İndi mənə bax. Birinci nə qədər müddətdə bu iki təcillə hərəkət edir? Neçə saniyə? 1 saniyə. Deməli T'miz neçədir burada? 1-dir. Üstə gəl. A'mız neçədir Tunar? 2-dir. 2 vurulsun 1 bölünsün 2. Razısan? Razıyam. O da nə qədər elədi? 1. Tunar, ümumi nə qədər elədi? Hə, ümumi 3 edir bəli. 3 elədi, bəli. Ümumi bu elədi 3. Buranı tapdım 3. Sanki. Birinci yer dəyişməsi 3'dür. İndi ikinci təcillə baxaq. İndi ikinci təcillə baxacağıq. İkinci təcildə yenə S bərabərdir. V0T üstə gəlsin. AT kvadratı böl 2. İndi mənim burada T'm neçə saniyədir? 2 saniyə. Niyə? 1 saniyəsini getmişdim. Geri neçə saniyəsi qalıb? 2 saniyəsi qalıbdı. O zaman T'ni yerinə qoydum 2'sini. Üstə gəl. Hələ məlumları tez qoyuram. V0 deyəcəm. Burada A'mız neçədir? 4'dür. Ay sağ ol. İndi burada T'nin kvadratıdır. T'miz də 2'dirsə kvadratı elədi. 4 böl 2. Ümumiyyətlə bura neçə elədi bu hədd? 8 elədi. Düzdürmü? Bu həddimiz elədi bizim 8. Bayaq neçə tapmışdıq? 3 tapmışdıq. Düzdürmü? Ay sağ ol. İndi mən nəyə diqqət eləməliyəm? Mənim əvvəl təcilim nə qədər idi? 2 idi mənim. Təcilim 2 idi. 2 təcil nə deməkdir? Yəni ki, sürət 1 saniyədə 2 qədər artır. İndi əvvəl sürət nə qədər idi? V0 sürəti. 1 idi. O 2 idi. 2 idi. İndi 1 saniyə keçdi. 1 saniyədə sürət 2 qədər artırsa, mənim V0 sürətim nə qədər oldu bax burada? Yəni başlanğıc anında. 4. 4 oldu. Başa düşdün hardan çıxdı 4? Bəli, bəli. Ay sağ ol. 4 oldu. İndi 4 2 8. 8. Bura nə qədər eləmişdi? 8 eləmişdim. Ay sağ ol. Nə qədər elədi ümumi? 16. 3 də burada var idi. Bəli, 19. 19. Cavab 19'du mu? Bax bir. Nə bilim. Bir bax. Görüm cavablar var. Elə olmalıydı səhv eləmirəmsə. Məndə ətraflı yazı cavab var mənim. Yaxşı Tuna, baxaq buradan. Neçənci sualdaydıq biz? 164 ən axırda idi. 164. Düzdür cavab. Bəli, düzdür. Başa düşdün sualı? Bəli. Nice, sağ ol. Elə 64 ilə də o mövzu bitdi, düzdürmü? İndi yeni mövzudan sualların deməli bunlar imiş. 19. Gözlə bu yeni mövzuya baxım. Yeni mövzumuzda orta sürətdir. 19 Bax elə bu orta sürətdirmi? Hə, orta sürətdir. Orta sürətdə ilk sualın sənin 19'dur. Gəl baxaq 19'a görə 19 bizə nə deyir? Tuna, bu sənin riyaziyyat deyil, bu artıq informatika deyil. Keçik orta sürətə.
Video izləyənlər üçün deyirəm. Bax, gəl sualı bir oxuyaq. Avtomobil hərəkət vaxtının 1/4 hissəsini nə ilə getdi? 8 metr saniyə sürətlə getdi. Qalan hissəsini isə 4 metr saniyə sürətlə getmişdi. Avtomobilin orta sürətini tapın. Ümumiyyətlə orta sürət nə idi? V1 üstə gəlinsin V2 və s. Vn bölünsün onların sayına, yəni n-ə. İndi 1/4 hissə deyirsə, ümumi neçə dənə sürət var burada? 4 dənə sürət var, düzdürmü? Deməli 4-ə böldüm. İndi 4 dənə sürətim var. Birinci halda neçə ilə gedib? 8 ilə gedibdi. Qalan 4/3-də neçə ilə gedib? 4 ilə. Yəni neçə? 3 vur 4. Bildim bunu niyə yazdım? Sanki belə olmuş da. İkincidə 4, üçüncüdə 4, dördüncüdə 4 və s. İndi bu da nə qədər elədi? 12, 4. Ay sağ ol. 12, 8, 20 böl 4 elədi 5. Deməli, doğru cavab 5. Baxıram, bəli. Doğru cavab doğrudan da 5 imiş. Başa düşdün? Asan idi, bəli. Sonra demişsən 24. 24 də silim izah edeyim sənə. Tunar. 24-cü sual, o nisbi sürət yadındadır. V1-in V2-yə nəzərən sürəti falan. Belə uzun-uzad danışmışdıq. Ay qatar belə gəldi, o elə getdi və s. və s. İndi Tunar, orada sən xatırlayırsansa ki, V2, V1 deyə bir şey var idi. Bu V2-nin V1-ə nəzərən sürəti idi. O nəyə bərabərdir? V2 çıx V1-ə. Bir də V1, V2 deyə bir şey var idi. O da bərabər idi V1 çıx V2-yə. Düzdürmü? İndi mənə fikir ver görüm. Hansı qrafik daha böyük sürətlə yeyinləşir? 1. Niyə? Çünki daha S-ə yaxındır dedim. Deməli, mənim sürətim daha böyükdür. Yeyinləşir deməyim. Burada sürət bərabərdir. Çünki bu düz xəttdir. Əgər yeyinləşən hərəkət olsaydı nə olardı? Parabol olardı. Düzdürmü? Təcilli hərəkət olsa parabol olardı. Deməli, bu bərabər sürətli hərəkətdir. Amma 1-in sürəti 2-dən daha böyükdür. Çünki belə düşün. Bax, bu tutaq ki 3-dür. Düzdürmü? 3-cü saniyədir. 3-cü saniyədə bu qrafikə görə yer dəyişmə bu qədərdir. Bu biri qrafikə görə yer dəyişmə bu qədərdir. Deməli, hansının sürəti çoxdur? 1. Ayso, 1-in sürəti daha çoxdur. Ona görə mən bəli, 1-dən 2-nin çıxanda və 1-dən V2-nin çıxanda indi bizə nəyə nəzərən sürəti deyir? 2-nin 1-ə nəzərən sürəti, düzdürmü? Deməli, mən V2-dən çıxmalıyam V1-i. Yəni, mən həmişə V2-dən V1-i çıxanda necə də alacam? Mənfə də alacam, düzdürmü? Və bərabər sürətdə hərəkət edirəm deyə heç vaxt o ədəd nə eləməyəcək? Mənfə olmayacaq. Dəyişməyəcək, həmişə eyni ədəd olacaq. Bax, belə düşün. Bax, bərabər sürətdə hərəkət edirəm. Bu 3 ilə gedir, qardaş. Bu 5 ilə gedir. Hər zaman 3-dən 5-ə çıxanda mənfi 2 eləyəcək. Ona görə deməli, bu mənfidir, bunun şeyi, bu xəttəmin xətti və dəyişmir. Onda cavab A-dır, bəli. Çünki burada dəyişir götürənmərəm, burada 0-dır deyir götürənmərəm. Çünki onlar eyni sürətdə olmalıydılar ki, bu 0 olsun. Burada belə deyir aşağı tərəfə yavaşlayır, yox, belə söhbət yoxdur, eyni qalır həmişə. Burada desəydi sənə V1, V2 cavab nə olardı? B. Nə müəllim? Sən əgər V1, V2 desəydi cavab nə olardı? B. Niyə? Çünki onda sən V1-dən V2-ni çıxardın, onda həmişə nə olardı? Müsbət, məsələn 5-dən 3 çıxardım, həmişə müsbət 2 eləyərdi. Ona görə B olardı, amma mənə V2, V1 dediyi üçün mənfini soruşacaq və doğru cavab olacaq A variantı. Başa düşdün? Yaxşı, bir də demişsən 34. Gəl 34-də sənə belə izah edeyim, Tunar. Gəl belə düşünək. Yenə deyir ki, başlanğıc koordinatı eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zaman asılı qrafiyi verilmişdir. Hansı zaman anda cisimlərin arasındakı məsafə ən böyük olar? Gəl diqqətlə baxaq. İndi sən mənə də görün, birincinin sürəti daha böyük başlayır, yoxsa ikincinin? Belə düşün, bu 3-dür, bu 4-dür. Sonra bu 4 təxminən gəlir qalxır burada 6-ya. Sonra 6 qalmağa davam edir. Sonra biraz yerdə düşür 5-ə, sonra düşür 4-ə, sonra gəlir düşür 3-ə. Düzdürmü? Və belə düşün, sən 3 ilə gedirsən, bir dənə də 90 4 ilə gedir. O səndən get-gedən eləyəcək, qabağa keçəcək, düzdürmü? Get-gedən daha çox qabağa keçəcək. Sonra sürəti 6-ya qalacaq, daha çox qabağa keçəcək və aramızdakı məsafə nə etməyə davam eləyəcək? Artmağa davam eləyəcək. Sonra sürəti düşəcək 5-ə, amma yenə səndən bərk gedirdi, yenə aradakı məsafə artacaq. Sonra sürəti düşəcək 4-ə, yenə səndən bərk gedir, ona görə yenə aradakı məsafə artacaq. Və sürəti düşəndə 3-ə, da aramızdakı məsafə nə edəcək? Dayanacaq, ən maksimala çatacaq.
Ondan sonra onun sürəti 2-yə düşdükcə, 1-ə düşdükcə aradakı məsafə get-gedə nə etməyə başlayacaq? Azalacaq. Azalmaya başlayacaq. Onun üçün ən maksimal harda oldu? Sizin sürətiniz bərabər olandı. Yəni T 4 olan. T4-də. Başa düşdün? Bəli. Həmişə bu dənəysel olaraq ağla bir şey gətir, ondan elə. 34-dən sonra demisən 37. Hə. İndi bax 37-də məsələ nədir Tunar? Bir dəqiqə mən bir şeydən əmin olmalıyam. Ondan bir dənə əmin olum qayıdıram. Davam edirik gənclər. Dediyim kimi 37-ci sualı verəcəm. Orada biraz bir neçə yerdə şübhə var, onu aradan qaldıracağıq. 38-ci sual. 38-ci sual qəşəng sualdır. Diqqətin məndə qalsın. Bax, sənə deyir ki, bayaqki sual oxşuyur. X oxu üzrə hərəkət edən başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamanlı asılılıq qrafiki verilmişdir. Hansı zaman aralığında cisimlərin arasındakı məsafə ən böyük olacaqdır? Tunar. İndi sən çox böyük diqqətlə mənə baxırsan. Bax, fikir ver. Bax, bu hansı cisimdir? 1-dir. Bu hansıdır? 2-dir. Bunların sürətləri eyni başlayır. Amma birin sürəti sabit qalır, ikinin sürəti nə etməyə başlayır? Azalır. Azalmağa başlayır. Yəni azaldıqca bir ondan hara keçir? Qabağa keçir, düzdürmü? Sonra o sürətini yenidən artırmağa başlayır. Amma artıra gedəndə yenə bir ondan daha sürətli. Ona görə get-gedə məsafə nə etməyə başlayır? Uzaqlaşır. Uzaqlaşır, yəni artmağa başlayır. Daha ki hara qədər? Bax, o gəlib bax bu nöqtəyə çatana qədər. Və burada ən maksimal məsafəni aldı. Ondan sonra get-gedə 2 nə etməyə başlayacaq 1-ə arxadan. Çatmağa başlayacaq. Çünki onun daha böyük sürətlə yeyinləşir. V sabitdir, V1 sabitdir. Amma artıq bizdə V2 yeyinləşir və axır nə vaxtsa gəlib arxadan ona çatacaq. Ona görə ən maksimal hal onların yenə sürətlərinin bərabər olduğu andır. Yəni T neçə? 4. Bəli, T4-dür. Doğru cavab da T4 olacaq. Başa düşdün? Bəli. Yaxşı Tunar. Sonra demisən, Bu qurtarmış. hə, buradan qutarıb. Ətraflı yazılar var eyvən. Hə, bir də ətraflı. Ətraflı yazılar elə bəlkə də ən asandı idi, maraqlı suallar idi. Yaxşı çatdırmışam mən. Hə, Tunar, bəli. Çatdırmısan. Yəni bu çevirən ki. Bir dənə gözlə. Çevrə öz hərəkəti keçəcəyik, bəli. Tunar, gəl elə bu suala qayıdaq, buna da baxaq. Bax. Burada məsələ nədir? Sual düzdür. Ona görə sən belə düşün. Bax, bizim məsələmiz odur ki, kim qarşı tərəfə tez keçər? Məsələ o deyil bu nöqtəyə gəlsin və yaxud da bu nöqtəyə gəlsin. Məsələ odur ki, o hara gəlsin, çıxsın. Qarşı tərəfə gəlsin, çıxsın. Bax, belə düşün də. Bax, sən bir qatarın içindən belə bir uzun bir körpü var. Körpü hərəkət eləyir. Və sən də körpünün üzərindən qabağa gedirsən. İndi o körpünün nə qədər sürətlə getsin. Sən də körpüdən qabağa gedirsənsə, o körpünün sürətinin sənin qabağa getməyə bir dəxli var? Yox. Yoxdur. Və belə olanda üçünüz də eyni anda çıxmısınızsa, eyni nöqtədən. Hələ biz körpüdə bir istiqamətə gedirsiniz. Eləcə üçünüz də nə edəcəksiniz? Eyni vaxtda çatacaqsınız. Əlbəttə eyni vaxtda çatacaqsınız. Çünki belə düşün də. Bax bu biraz bu yana sürüşə gedəcək, buralara çıxacaq. Tutaq ki, bax bu buralara çıxacaq. Bu gəlib buralara çıxacaq. Bu da gəlib buralara çıxacaq. Amma üçü də eyni vaxtda çatacaqlar. Bəli. Başa düşdün? Belə. Sonra Tunar. Video xoşuma gəlmir. Video şey olur. Kiçilib böyüyür. Ən azından sual izah edəndə olmadı. Sonra ətraflı yazıdan dedin. Ətraflı yazıdan birinci demisən 4. Bax 4-cü sualda diqqətli olmaq lazımdır Tunar. Sən mənə de görüm. Biz bir neçə düstur keçdik. Bax bu sən hansına oxşuyur? S-in maksimal olduğu dəyər var idi. Mən cismi şaquli formada yuxarı atdıqda, bax burada V nəyə bərabər olurdu? 0-a, düzdürmü? V-nin son qiyməti 0-a bərabər olurdu. Bax bu nöqtədə bizim yer dəyişməmizin düsturu var idi, xatırlayırsansa. Orada bir neçə düstur var idi. S bərabər idi birincisi. V0T bölünsün nə? 2.
V0'da bölsün 2 bəli. Aysa, o birisi düsturumuz nə idi? S bərabərdir. AT kvadratı böl 2. Bölsün 2 bəli. Bəli. O V0'ın 0 olduğu yerlər birisi. V0'ın 0 yox, V-nin 0 olduğu yerlər. Hə, V-nin 0 olduğu V-nin 0 olduğu yerlər. Bir də S bərabərdir 3-cü. V0'ın kvadratı bölünsün 2A. İndi bax, əgər mənə verilənlər V ilə V0 ilə T-dirsə, onda bu düsturu işlədəcəm. Yox, A ilə T-dirsə, bu düsturu işlədəcəm. V0 ilə A-dırsa, bu düsturu işlədəcəm. İndi mənə bunlardan hansı verilibdir? Gördüyün kimi T verilib, düzdürmü? Neçə saniyə? 3 saniyə. Bir də V0 verilib. Onda hansı düsturu işlədəcəm? Bax, bu düsturu işlədəcəm. Onda 4'ü vuraram 3'ə. 12, 12'ni 2'yə bölsəm 6 və doğru cavab baxıram, bəli, doğrudan da 6'dır. Başa düşdün? İndi gəl buna baxaq. Bu hansıdır? Bu hansıdır? Burada təcil də var ya. Bəli, özdə bir yaddan çıxartma ki, A T kvadratı bölü 2 mənfidir. İndi bu mənfidir, qabaqda bir dənə də A-nın mənfisi var, 6'nın mənfisi var. Nə olacaq bu? Müsbət olacaq. T'miz nə qədərdir? 2'dir. 2'nin kvadratı 4, 4 vur 6. 24, 24 bölü 2 12. Şu. Başa düşdün bunda? Bəli. Yaxşı elədin. Gəl 6'ya baxaq. Sən yadındadsa mən bayaq törəmə söhbət demişdim ha. Bəli. Xatırlayırsan da onu. İndi biz bayaq sürəti tapırdıq. İndi nəyi tapırıq? Təcili tapırıq. Mən bundan bir dəfə törəmə alsam bu sürət olacaq. Gəl tapaq. X ştrix bərabərdir nəyə? Bu 5 getdi 0 o heç. 3 üstə gəlsin 4T. Razısan? Razıyım. İndi mən bundan üzr istəyirəm, bu videonu biraz oynatdım. Hə. Bundan bir dənə də törəmə alsam, x2 ştrix nəyə bərabər olacaq? Artıq burada 3 gedəcək və olacaq 4. Deməli, bunun A-sı nəymiş? 4. Çünki mən 2 dəfə törəmə alanda nəyi tapıram? Təcili tapıram yer dəyişmədən və yaxud hərəkətdən. Fərq eləməz. Deməli, mənim təcilim 4'dür. Və 4 neynəmir? Dəyişmir. Təcil sabitdir. Və zamanın asılıq qrafiki çəkəndə neynəyəcəm? Bu A olsa, bu T olsa, bu da 4 nöqtəsi olsa, belə bir şey olacaq. Düzdür? Bəli. Və doğrudan da cavab belədir. Başa düşdün? Niyə belədir? Sonra demirsən 10 15 bəli. 15 demirsən. Bəli. Gəl baxaq 15-ə. Hə, Tunar, bax, bu qəşəng sualdır. Sözün əsl mənasında bu maraqlı sualdır. İndi fikir versən görərsən ki, x ox üzrə hərəkət edən cismin koordinatının zamanın asılıq qrafiki verilmişdir. V0 0-dır. 4-cü saniyənin sonunda cismin sürətini hesablayın. Sən fikir versən görərsən ki, burada bir kvadratik asıllıq var T-dən. Deməli, bu təcilli hərəkətdir, düzdürmü? Bəli. Təcilli hərəkətdə x nəyə bərabər idi? X bərabər idi. X0 üstə gəlinsin. V0T üstə gəl. AT kvadratı böl 2. Razısan? Razısan. İndi mənə deyir ki, x neçədir? Tunar, x neçədir? Yəni son getdiyi yer neçədir? 64'dür. Onu yazıram 64'dür. X0 neçədən başlayıb? Başlanğıc nöqtəsi ilə nəyin özüdür? 0'ın özüdür. Ona görə x0 elə 0'dır. V0 nə verib? 0 verib, ona görə bu neynədir? 0 Getdi. Düzdürmü? Hələ 0 oldu. Bəli, 0 oldu. AT kvadratı böl 2. İndi gəl birinci bunun A-sını tapaq. A-mız bəlli deyil hələ ki. T-miz neçədir? Orada 16. T-miz 4'dür və 16 eləyəcək. Böl 2. Bərabərləsə 64'ə. Burada 8 A bərabərdir 64. A da orada 8 olur. Hə. Düz deyirsən. A bərabərdir 8. Deməli, təcilimiz 8-dir. Doğrudan da baxıram ki, bəli, belədir. İndi, Tunar, indi nə edirəm? A-nı tapdım, düzdürmü? Məndən nəyi soruşur? Bizdən
Cismin son Sürətini hesablayın. Düzdürmü? Sürətin düsturu nə idi? V bərabərdir nəyə? V0 T. Yox, V0 T yox. V0 üstə gəlsin AT. Razısan? Bəli. Ay sağ ol. İndi V0'ımız neçə verilib? 0. Getdi. A'mız neçə tapdıq? A'mız 8 tapdıq. 8 tapdıq. T'miz neçə idi? 4 idi. 4 idi. Cavab 32. Cavab 32-dirmi? Bəli. Başa düşdün? Bəli. Belə gedişlər. Başa düşməlisən sadəcə məsələn ki, birinci bilməlisən ki, hansı mövzudur? Tapdın ki, bərabər təcillidir. Hardan bildin bərabər təcillidir? Çünki qrafik necədir? Paraboloiddir. Deməli, sürət sabit deyil. Sürət dəyişir, özü də ekvivalent dəyişir, maraqlı dəyişir. Yəni, problemsiz dəyişir, hamar dəyişir. Hamardır deyə dedim ki, bu bərabər təcillidir. Ondan sonra bərabər təcilin üsullarını yazdım. Həm x-ə görə, həm v-yə görə. Tapdım birincidən A-nı. İkincidə yerinə qoydum və tapdım v-ni. İndi gəlirik qəşəng yerlərə. 17. 17-ci sual açıq sualdır, amma asan sualdır. Niyə asan sualdır? Çünki biz bayaq buna işləmişik. İndi fikir versən, V1 neçədir? 3V'dir, düzdürmü? V2 neçədir? V'dir. Deyir ki, yerə nəzərən sürətlər uyğun olaraq 3V və V olan iki cismin eyni istiqamətdə bərabər sürətli hərəkəti var. Yəni, bu da dəyişmir, bu da dəyişmir. İndi birinci halda 1-2 V 1-2 nəyə bərabərdir? V1 çıx V2. Yəni 3V çıx V o da elədir 2V. Düzdürmü? Sonra deyir ki, bunun sürətləri nədir? 2 dəfə artırsa 2 dəfə artdı. Birincinin sürəti 2 dəfə artsa neçə V olacaq? V1 iştirik bərabərdir 6 V-yə. V2 iştirik bərabərdir 2 V-yə. Düzdürmü? İndi mən yenə nisbi sürət tapsam V1 2 nəyə bərabərdir? V1 2 iştirik deyək buna. V2. Bəli, o da eləyəcək 4V. Düzdürmü? Məndən nəyi soruşur? Birinci ikinci nəzər nisbəti necə dəfə, necə dəyişdi? Əvvəllə sonrada necə dəyişdi? Əvvəl nə qədər idi? 2V idi, sonra nəyə döndü? 4V-yə döndü. İndi mən 4V-yi 2V-yə bölsəm 2 dəfə artar, bəli. Başa düşdün? Bəli. İndi gəlirik, necə demişdin? 20 demişdin. 20 də qəşəng sualdır, maraqlı sualdır. Saat neçə tutulur? Bir dənə bax da. Qutarmağına hələ 37 dəqiqə qalıb. Yeni dərsimiz də var da. Elə yaxşı oldu. Belə eləyək onda. Bu sual işləyək. Sükunət vəziyyətində x oxu üzrə hərəkətə başlayan cismin koordinatlarının zamanasılı qrafiki verilmişdir. Sükunət vəziyyətindən başlayıbsa, yəni V0 nəyə bərabərdir? 0-a bərabər. 0-a bərabərdir. Yadıma gəlir, keçən səhv yazmışdım. V0-ın sükunətdə 0 olduğunu unutmuşdum. Bildin nə edirəm? Keçən dəfəki səhvlərin sükunət söhbəti var idi, unutmuşdun ki, V0 orada 0-dır. O 20-ci bir də 21-ci, 24-cü slaydlar. 21-ci, 25-ci. Hə, 21-25-ci slaydlar, o söhbətdir. Nəysə, yenə görürəm ki, bu bərabər neyniyən hərəkətdir? Bu yaxşı parabola məndən. Bəli, eyni sualdır, düzdürmü? Onda olacaq belə. X bərabərdir nəyə? X0 üstə gəl. V0T üstə gəlsin. AT kvadratı bölü 2. İndi x-i neçə verib özü? 15, yazdım 15, bərabərdir. X0'ımız neçədir? 5'dir. Üstə gəl. İndi bu neçəyə düşəcək? 0-a. Niyə? Çünki sükunətdən başlayıbdır. AT kvadratı bölü 2. İndi A-mızı tapaq əvvəlcə. A-ya verirəm elə A. T'miz neçədir? 10'dur. T'nin kvadratı nə qədər eləyəcək? 100 bölü 2. Razısan? İndi bu neçə elədir? 50. Yəni belə oldu. 15 bərabərdir. 5 üstə gəlinsin. A vur 50.
Deməli, mən tapdım ki, bura neçə olmalıdır? 10 olmalıdır, düzdürmü? Yəni A vur 50 bərabərdir A 5-də 1-dir müəllim. 10-a. Onda A bərabərdir neçəyə? 5-də 1, 5-də 1. O da neçə eləyir? Nə neçə eləyir? 5-də 1. 12. Bəli. Başa düşdün? Bəli. Doğru cavab baxım. 20-də. Bəli, doğrudan da 0,2-dir. Başa düşdün? Onda keçək 21 də ondan deyil. Hə, 21 onda qalsın Tunar. Gəl yeni mövzuya keçək. Geri qalmayaq, yaxşı? Tamam, izah bura qədər. İndi təcilli hərəkəti təcilli, amma necə? Söhbət düz xətli yox. Artıq biz çevrə özü hərəkətdən danışacağıq. Növbəti dərsdə onun rekordunu inşallah qoyacağam.